Lənkərana çıxanda buranın top adaşına tutdular. Bax, bizim qaldığımız bu yerləri dağıdırdı toplar. Onun üçün də bizim az sakallar, o cümlədə babam da olan içərisində xahişə getdilər onların yanına ki, güllə atılmasın. Bunlar da bunun xahişini əməl eləmədilər. Onların soldatlarını kimsə vurmuşdu. Onun acığına ermənilər bunları vəhşicəsinə doğraydı. Əyaqdan başa qədər doğradı. Əvvəlcə güllələnən, daha sonra isə doğranan kənd ağsaqqallarının cəsədləri gördüyünüz bu ərazidə, çayla dənizin birləşdiyi yerin sahilində yeşiyə yığılaraq bastırılır. Bundan xəbər tutan kənd sakinləri gecə ikən bura gələrək yaxınlarının cəsədlərini araba ilə kəndə aparırlar. Səhər çağı artıq hər kəs öz yaxınının meyidinə sahib çıxmaq üçün məscidin həyətinə toplaşır. Lakin cəsədlər tanınmaz hala salındığından onları yalnız müəyyən əlamətlərinə görə tanımaq mümkün olur. Anam dedi ki, biz səhər durduq, onu yeşiyə batı görə atamız buradadır ya yox. Yeşiyi açdım, atamın başını gördü ölülərin üstündə. Ancaq biz onu saqqalından tanıdıq. Çünki mənim atam deyir, həmişə saqqalına həna verdi. Sonra biz çıxardırlar meyitlərin bir-bir. Dahi bir, orada dahi yümə falan olmuyor, kəfən-məfən olmuyor elə bilənsi. Yenə də həmən yeşikə tökürlər bir-birinin üstünə və gətirib burada bastırırlar bu cüvətin qırağında. Bununla da cəsədlər elə bir yerdə, toplu halında dəfn olunur. O şəhidlərin xatirəsi illər keçsə də unudulmadı. Elə bir neçə il bundan əvvəl Üstəmordal qəbirstanlığının girişində həmin şəhidlərin adlarının əks olunduğu abidə quruldu. Lakin elə məlum olduğu kimi də o zaman bölgənin itkisi təkcə bu 13 nəfər el ağsaqqalından ibarət olmur. 1918-ci ilin mart-aprel aylarında Lənkəran qəzasında 40-dan çox yaşayış məntəqəsi yandırılmaqla 1200 nəfər xüsusi amansızlıqla qətlə yetirilir. Məhəmməd Rzayev, Şahin Mirzəyev, Lənkəran.